görüşdük. Hoş gördük, hoş geldin. Ne var ne yok, Allah bərəkət versin həm heyvanla. Sağ ol. Dedim bir heyvanları satıram, belə gəldim mən də çəkiliş eləyim, bir qardaşlar da baxsın. Nə qədər heyvandır? 450 heyvandır. 450 heyvansa nə qədər şişəyim var birinci, ikinci qarına? Paştı ya yarısından çoxu birinci qarın, ikinci qarın. Allah bərəkət versin. Yəni, baxan kimi bilinir ki, heyvan nə heyvandır, and ol Allaha, süperdir. Bunu belə komda heç hissə də belə alan olsa yəni satarsan da onu. Hələ mi? Allah xeyrini versin. Dedin 400 neçə başdır? 50. 450 baş heyvandır. Qoşu da var da içində. Dedim bir 60'ı da doğum bunun. Ha, Allah qismət eləsin, alan qardaşlara da xeyir versin. Hani belə bu komla satarsan, heç hissə də satarsan, yəni fərqi yoxdur. Yani alan olsa gönder gelsin yanıma. Hələ mi? Ha. Heyvan da maşallah olsun. Kişinin heyvanda həqiqi söz yoxdur. Bax görürsünüz aziz qardaşlar. Ləyəqli heyvandır. Bir de orada doğur baba bak. Bir de orada doğur. Onu get doğuz yazıq sana. Yazıq heyvan zulüm çəkir. İndi bəsəsin bir qardaşlar dedi bir 50 dənə, belə bir 100 dənə, 40 dənə verirsən də seçmə. Hələ mi? Ha inşallah aziz qardaş. Bu ay neçəsidir? Düğün ayın 13'ü. Ha, Mart ayının 13'ü. Allah xeyrini versin ay baba. Allah məhsuluna bərəkət versin. 13'üdür. Maşallah olsun. Kişinin heyvanında həqiqi söz yoxdur.